Kodyaşçılar, salamlayacaqsınız. Neçə vaxt dediyiniz LeetCode və bu kimi çox maraqlı alqoritmik problemləri həll edən bir mövzulara toxunum və bugün həmin gündür. Çalışacağım bundan sonra hər videoda maraqlı alqoritmik problemləri həll edək. Belədir ki, yaxın durun. LeetCode Problems in Python getdik. Bugün LeetCode'dan baxacağımız məsələ cəm məsələsidir. Həddən ziyadə çox maraqlı alqoritmik bir məsələdir. Adı da gedir toSum. Mən istəyirəm burada LeetCode'dayıq artıq və istəyirəm LeetCode'un özündə eyni zamanda redaktorda keçid alacağım lazım olsa və bu LeetCode'un özündə mənə şərt verilir ki, mən nələr etməliyəm, söhbət nədən gedir. Bir çox zamanda array anlayışı biz Python'da yazacaq hər şeyi və array anlamı aydın məsələdir ki, Python'da biz list deyə anlayacaq və çox maraqlı, həddən ziyadə məsələdir. Gəlin məsələ ilə tanış olaq. Gəlin baxaq görək ki, bu məsələdə şərt nədir? Mənə nums adlı bir list verilib, içi tam ədədlərlə doludur və hətta bizə cəmlə bağlı olan target deyirik ona, yəni müəyyən bir olunmuş tam ədəd. Biz ona həm də hədəf deyə bilərik. Hədəfimiz var və bu məsələni həll etmək lazımdır. Necə? Məsələ ondadır ki, mənim listimdə o tam ədədlərdən cəmi, mənim yəni birbaşa 2 istənilən orada ədədlərin cəmi mənim hədəfimi edəcəksə, bax o ədədlərin indeksini müəyyən etmək lazımdır. Yəni onlar hansılardır ki, hansı indeksdə dayanıblar ki, məhz cəmi elə məsələnin adı toSum'dır. Cəmi mənim istədiyim o hədəfin demək tam ədədinə bərabər olsun. Çox maraqlı bir məsələdir və hətta burada vurğulayır ki, deməli əslində birbaşa burada mənə rahat bir şəkildə vurğulayır ki, exactly one solution mənim yalnız və yalnız düzgün cavabım onsuz da 1'dir və eyni zamanda təkrar ədədlərə burada şərait qurulmayıb. Yəni burada bu məsələ çox asan həllini tapa bilər və vurğulayır. Tək bir həlli var, tək bir cavabdır və listə tətbiq olunan iştirak edən ədədlər də unikaldır, təkrar olunmayacaqdır. Belədir ki, məsələnin həllinə baxaq. Mən istəyirəm LeetCode'da olan bir məqama fikir verək. Deməli, bu saytın özündə əslində kodu burada da yaza bilərik və həmin sözü gedən məsələləri bir neçə dildə yaza bilərsiniz. Bax, hansı dili öyrənirsinizsə, bu alqoritmik məsələni bax, o dildə də seçib yaza bilərsiniz və bizim dilimiz Python 3 versiyasıdır. Və Python seçən kimi fikir verin ki, mən hətta bunu biraz da belə açım. O mənə, bu ana qədər mən LeetCode və onun kimi başqa bir alqoritmik saytlara keçid almırdım. Niyə? Çünki məsələlər daha çox klass üzərində və daha anlamlı şəkildə qurula biləcək bir formadadır. Yəni, bəsit bir funksional olmaya da bilər və burada da görürsünüz ki, class solution özü ilə şərait qurub gözlə və içində də metod var, o metodda da ilk birinci gələn self-dir. Məsələ ondadır ki, baxın, bu mövzuları mən keçmədən qabaq, bura istər-istəməz gələ bilmirdim. Mənə deyirdiniz, nə vaxt gələcək algoritm, amma mən dediyim kimi bu məsələlərə, OOP dünyasına Python'da keçid almasaydım, bunu göstərə bilməzdim. Və indi qarşımda Python'da yaza biləcək mühit var. Amma burada o qədər də yazmaq istəməyəcəm. Həmin bu mühiti keçirəcəm öz redaktoruma. Amma nə edirik? Eyni zamanda misal və məsələ də verir ki, bax, sənə nə gələcək? Nums deyə bir list olacaq ki, içində 2, 7, 11, 15 həqiqətən də rəqəmlər təkrar olunmur. Tamam, hədəfimiz nədir? 9. Yəni, elə bir rəqəmlər tapaq ki, burada cəm 9 versin. Bu iki elə bir ədədi tapsaq, onların indeksini müəyyənləşdirməliyik və salam. Və məsələ ondadır ki, olmaya da bilməz, anladıq. O mənə deyir ki, ən azı yox, həqiqətən də bir və yeganə bir cavab mütləq var və bu arraydə ola bilməz ki, mənə cəmi elə bir 2 ədəd olmasın ki, cəmini mənim hədəfim olan 9'u verməsin. Və görəm ki, 2 və 7 və ilk birinci 2 ədəd dalbadal gəlir və mən bilirəm ki, listə ilk birinci dayananın indeksi 0,
növbəti gələn 1 və cavab nə olmalıdır? Sonda mənə qayıtmalıdır 0 1 listin içində. Nə maraqlı. Aydın məsələ ki, burada izahında verir ki, nəyə görə bu belədir. Hətta növbəti bunları mən ona göstərir ki, özü də bunu mənə test olaraq təşkil edəcək və mənim kodum düzdürsə, mən bu nəticələri almalıyam. Yenə deyir 3 2 4. Mənim belə bir listim olacaq və hədəfim 6-dır. 6 tam ədəd olan cəmi 2 ədəd elə bir tapılmalıdır ki, cəmi 6 versin. Bu array'in ya da listin içində. Və baxıram 3 2 4. Aydın məsələdir ki, 3 ilə 2 cəm 6 vermir. 3 ilə 4 də cəm 6 vermir. Və gedirəm nə edirəm? 2 ilə 4 bəli. Cəm 6 verir və onların özü maraqlı deyil. Onların yerləşimi array'də ya da list deyirik. Listə indeks olaraq yerləşimi. Mən array və burada da array ona istifadə ediblər ki, bir çox proqramlaşdırma dilində kvadrat mütərizədə mövcud olana array deyirlər, Pythonda list deyirlər. Və tamam, sən demə 2 olan, bax bu mənim dəyərim, ədədim birinci indeksdədir, 4 isə ikinci, cavab 1 2. Hətta mənə, əgər kodun səhv yazılmışsa, bəlkə də özləri bilə-bilə çox maraqlı məsələ təşkil ediblər, hədəfim yenə 6 qalır, amma bu dəfə ədəd çoxluğu deyil. Birbaşa 2 deməli ədəd var, bunların cəmi ilə 6 eləyir və ona maraqlıdır. Sən kodu düzmü yazmısan ki, o 0 və 1 yenə də vermiş olsun. Bax, belə bir ilkin testləri bunları mənə verəcək və gözləntiləri də mənə bildirir. Mən elə bir kod yazmalıyam. Algoritmik olaraq istənilən kod yazmaq olar, amma elə kod yazmalıyam ki, bu nəticəni də versin və çox maraqlı kod sahibi olaq, işləsin və zərgər dəqiqliyi ilə düzgün yazılsın. Hazırsınızsa, getdik. Bu məsələni çox gözəl anlamaq lazımdır. Yoxsa hamı həqiqətən də əvvəldə çox bərbad bir kod yazar. Bu bir mənalıdır. Hər kəsi gözləyən bir addımdır. Məsələ ondadır ki, bəsit və sadə görünən bu məsələnin daxilində çox maraqlı algoritmik bir həll var. Addımlar həqiqətən də möhtəşəmdir. Amma bunu anlamaq üçün gəlin mənə buradan bu listi götürüm, kopyalayım və sizə zahiri göstərməyə cəhd edim bu məsələni və hətta hədəfimi də elə burada yazım ki, məqsəd 9-dur. Burada elə bir ədədlər olacaq ki, 2 elə bir ədəd olacaq ki, deməli cəmi 9 verməlidir. Hansılardır, onlar hansı yerdə dayanır, onu müəyyən etmək lazımdır. Amma izahım daha da maraqlı olsun deyə, baxdım gördüm ki, 2 ilə 7-ni sona atsam, daha maraqlı olar. Tamam. Beləliklə, mən nəyi vurğulamaq istəyirəm? Təzə başlayan. Heç düşünmür ki, kompüter nə əziyyət çəkir və yaxud da ki, neçə addıma bu iş görülür. İstədiyi formada kodu yazır, ta ki işləsin deyə, nəticədə də istədiyini alanda çox sevinir. Bu ilkin addımlardır və bu normaldır. Amma gəlin nə etdiyini sizə göstərim. Məsələ ondadır ki, indi bu saat təzə başlayan algoritm o qədər də vacib deyil. Ta ki, nəticə olsun düşünənlər çox zaman nə edir? Götürür 11-i, başlayır, digər nə qədər varsa, indi burada 4 dənədir, bəlkə 44 dənədir tam ədəd, bəlkə ondan da çoxdur, düzdürmü? Ona görə sadəcə 4 dənəsinin üzərində danışaq, amma daha da çox ola bilər. 11-i götürür və başlayır bir-bir digərləri ilə müqayisə edib, yəni müqayisə etmir, toplayır və hədəfə doğru müqayisə edir. 9-durmu? Həmin istədiyim hədəfdirmi? Odursa dayanacam, o deyilsə davam edirəm. Yəni 11 üstə gəl 15, 9 elədimi? Müqayisə edir. Yox etmədi. Davam edir. 11 üstə gəl 2. 9 elədi mi? Xeyr. Yaxşı. 11 üstə gəl 7. Yenə də 9 eləmədi. Heç eybi yox. Heç eybi yox. Davam edir. O insan davam edir. Çünki dövrləri elə qurub ki, deyir mən narahat deyiləm. Amma yenə də gəlin göstərim ki, o nələri düşünür. Sonra gedir 15-i. Amma bu dəfə 15-i də 11-in üstündən 15, 15-in üstündən 11 daha gəlmir. Niyə? 15 ilə 11-i bəyək yoxlayıb, özündən sonrakilərə baxır. Və deyir ki, 15 üstə gəl 2, 9 eləyirmi? Xeyr. Tamam, davam edirəm. 15 üstə gəl 7, 9 edirmi? Xeyr. Davam edirəm. Və beləliklə nə qədər uzun olsa da bir o qədər davam edir. Sonradan sonraya gəlir, çıxır, bax bu 2-yə. Aydın məsələ ki, 2-ni də əvvəlkilərlə toplayıb
müqayisə etmir. Həmin hədəfə çatdı mı ya yox. O özündən sonrakını yoxlayır. Və 2 üstə gəl 7, 9 eləyirmi? Bəli, elədi və dayandı. Siz sayın görün neçə addıma elədi. Həqiqətən də buna biz əslində deyirik n vurulsun n addımı, yəni böyük o anlamında bu n kvadratıdır. N üstü 2 belə yazın. Və məsələ odur ki, həqiqətən də əgər məndə 4 yox, deyək ki 4444 ədəd olsaydı burada rəqəm, ilahi, onda neçə addım olardı? Hər dəfəsini gəzir. Bu düz deyil. Alqoritm belə qurulmur. Proqramlaşdırmada böyük o, ən vacib məqamdır. Haçan sənin addımın ən yaxşı ideal o 1 olar, yəni bir dəfəlik məsələ həll eləmirsən, gözəl yazılıb, ya da ki o n, yəni öz sayı nə qədərdirsə, addım sayı o qədər olsa gözəldir. Amma mən burada addım sayı o qədər çox idi ki, o n deyildi, o n kvadratı idi. Bax, bu o qədər də gözəl deyil. Alqoritm elə qurmaq lazımdır ki, nə qədər az addım oldu, nə qədər düzgün və səlis oldu, bir o qədər gözəl. Niyə? Burada memory və icra vaxtı çox önəmlidir. Bəs bunu necə edək ki, bizə daha az sayda icra oluna biləcək bir alqoritmik həllə gələk. Çox sadə, həddən ziyadə çox sadə. Bizinə görə onsuz da hədəf bizə verilib də. Düzdürmü? Hədəfi verilmiş bir məsələyə mən addımlarımı niyə çox edim ki? Baxın, əvvəl ən azı burada 4 ədəddirsə, əvvəl 5-6 ən azı addıma bu işi görürdüm və bu çox idi. Bir də var ki, daha əlimdə də hədəf, düzdürmü? 9. Gəl belə edək. Gəl ən yaxşısı, indidən özüm üçün çox maraqlıdır. İndidən özüm üçün belə bir şey eləyim. Burada 4 tam ədəd deyilmi? Elə 4 addıma müəyyən qədər bir iş görüm. Nə edeyim? Mən istəyərəm ki, hətta burada göstərim. Mən istəyərəm belə bir şey deyim. Öz hədəfimdən bir buradakı elementləri çıxım. 9 çıxaq 11. Növbəti dövrdə deyəcəm ki, 9 çıxaq 15. Növbəti işim olacaq 9 çıxaq 2 və 9 çıxaq 7. Baxın, bunu belə də əslində yazmaq istəyərəm. Bir fikir verin ki, birincisi 4 addımdır. O n deyirik ona. Məsələ ondadır ki, bunu etməkdə bir səbəb var, mütləq şəkildə. Məsələ nədir? Mənim işim, əgər belə eləsəm dövr boyu, düzdürmü? Hədəfimdən iştirak edən tam ədədləri çıxacam. Və məsələ nədir? Çıxdıqca da nə edəcəm? 9 çıxaq 11. Nəyə bərabərdir? Mən nə olur olsun buna nəzər yetirəcəm. İstəyir müsbət, istəyir mənfi. 9 çıxaq 11 mənfi 2-dir. Baxıram, bu siyahımda, bu listin içində mənfi 2 varmı? Yoxdur. Düzdürmü? Tamam, yəni onsuz da bu bir mənalıdır ki, əgər deyək, indi aşağıda düşəndə tam anlayışlı bir məna olacaq. Amma mənfi 2 deyə burada olsaydı 100% bu nəsə riyazi düzgün bir əməl olardı. Amma burada onsuz da mənfi 2 nə gəzir? 9 çıxaq 15 neçə eləyir? Mənfi 6 eləyir. Çox güman ki, mənfi 6 burada varmı? O da burada yoxdur. 9 çıxaq 2 bərabərdir 7. 7 varmı? Var. 7 var. Deməli, axı bir gəzirəm, 9 çıxaq 11, yəni bunu 11-in mövcudluğunu sual altına qoya bilərəmmi? Özündən çıxarım da 9-dan çıxaq 11. 11 varmı sual vermirəm, amma çıxdığım nəticə varmı? Mənfi 2 yoxdur. 9 çıxaq 15, bir fikir verin, 9 çıxaq 15, mənfi 6 varmı burada? Yoxdur. 9 çıxaq 2, onsa addım gəlirəm, amma 4 addıma eləyəm bu işi. 7. 7 varmı? Hə, var. Ay, nə gözəl. Bir fikir verin ki, 0-cı, 1-ci, 2-ci addımda artıq indeks 2 var. 2-ci addımda uğurlu. Mən çıxanda uğurlu olan bir ədədin mənim əvrəyimin içində var olduğunu müəyyən etdim. Var. Ay, nə gözəl. Varsa, baxın, o harada da sual vermirəm ha. Varsa, bax,
9'dan ki 2 çıxdı ma və onun nəticəsi bu siyahıda hardasa varsa, deməli bu 2 tam mən istədiyim to sum, elə belə deyil də 2 tam ədədin bir cəmindən gedir. 9'dan çıxaq 2 və o cavab həmin 7 burada varsa, bu 2 düzgündür, mən axtardığımdır. Onun indeksini mən özümə qeyd edeyim və 0, 1, ikinci addımda mən öyrəndim ki 9'dan 2 çıxanda 7, bax bunun indeksi mənə lazımdır. Sonra nə edirəm? Davam edirəm, heç nə olmaz. 9 çıxaq 7 deyirəm. Nəyə bərabərdir? 2'yə. Və baxıram, 9 çıxaq 7. 2 elədi. 2 var mı? Var. Hardadır, mənə vacib deyil. Varsa bu 7 də tam mən istədiyimdir. Onun da indeksi mənə lazımdır və ona görə də 0, 1, 2 və 3 üçüncü indeksdədir. Cavab olacaq 2 və 3. Nə gözəl. Çox maraqlı da 4 addıma gəzdim. Bu həddən ziyadə çox maraqlı bir həldir sizə deyim və beləliklə bayaqki kimi 11'i hamısı ilə, 15'i digərləri ilə, 2'ni ondan sonrakilərlə yoxlamıram və addım sayımı çox eləmirəm. 4 addıma. O n deyir ona və həqiqətən də sən demə bu qədər işi mən gətirib çıxarıram o n addımına. Bu qədər. N'in balaca yazaq, o n addımına bu qədər. Uzunluğu nə qədərdirsə o qədər gəzəcək. Deməli, qaldı bunu Python'da həll eləmək. Mən əgər öz hədəfimdən burada bir gəzdiyim elementi çıxsam və həmin cavab bu siyahıda varsa, vəssalam da mən istədiyimdir. Bunu indi kodda yazmaq lazımdır. Hazırsınsa əsl, maraqlı məqam indidir. Mən alqoritmik olaraq koda elə yazacağım. Hər şeyini də anlamaq üçün və ona görə də mən bilməliyəm. Həqiqətən də bu alqoritm nə olan şeymiş, mənim istər Python, istər C++, istər başqa dillə yazmağım. Və gəlin sizə göstərim ki, əslində LeetCode-un özündə və bu kimi saytlarda sizə şərait qururlar kod yazmağa. Amma mən redaktorda hər şey göstərəcəm ki, addım addım hər şey görəsiniz. Əslində burada olanı kopyalasanız, yəni bu ilkin başlanğıc start məqamını sizə özü verir və gördüyünüz kimi OOP dünyasındadır. Özün orada test imkanı, bütün unitlər, hər şeylər var bir sözlə. Test edə biləcək, debug olunacaq bütün məqamları hazır edib və class olaraq sizə eyni zamanda metod olaraq ilkin nə lazımsa yazıb, deyək qalanını sən yaz. Və mənə deyək ki, solution adında bir class olacaq ki, içində ToSum adında bir fikir verin ki, əslində Python dünyasında bu belə yazılmalıdır, ToSum, düzdürmü? Amma ortaq bir məxrəcə gəlirlər ki, istər C aləmi dünyası olsun, istəyir başqa, camel case-də funksiya adı verib, problem deyil. Sadəcə mən Python dünyasında çalışıram, maksimal olaraq belə bir şey yazmayayım, amma görünən və görünməyən hissəni bir sözdən elə təşkil edib gözünə siz burada rahat kodunuzu yazıb test edə bilərsiniz. Test edərkən də play düyməsinə vurub deməli yoxlayırsınız. İlkin birinci testləri keçdinizsə, sonra submit edirsiniz. O daha yüklü bir testləri verir. Özündə pərdə arxası və hər şey gözəldirsə, sizin kodunuzu deməli qəbul edir. Mən isə buradakı kodu götürə bilərəm əslində. Burada yazmayacağım. Mən özüm belə redaktorda yazacağım ki, bütün addımlarını görəsiniz. Mən buradan götürüb, mən Python nədir bilirəm də, class nədir bilirəm, type hinting nədir bilirəm, necə təşkil olunur bilirəm. Özdə burada hələ bu hissəni veribsə başqa hissəsini verməyib. Burada artıq bilmir list kimdir. Əslində o başqa bir importdan elib, siz onu görmürsünüz, fərqlənmir. Mən isə bilirəm ki, onsuz da belə bir şey yaza bilərəm, list və heç bir import etməyə bilərəm. Python müəyyən versiyadan sonra mənə icazə verir ki, type hintingi daha maraqlı, daha rahat eləyim və bura list daha rahat şəkildə yazıb, burada içərini təşkil edə bilərəm. Kodumu burada yaza bilərəm və mənim redaktorum artıq deyir ki, məncə belə yazılmamalıdır metodun adı, aşağı xətlə təşkil olunsa gözəldir. Hətta mən bunu bir anlıq sizin üçün belə edim, görərsiniz ki, doğrudan da ki, mən kodumu yazmağa başlaya bilərəm. Sadəcə burada bir ellipsis qoyum, o qədər vacib deyil. Amma görürsünüz ki, redaktora atıb bunu burada təşkil edə bilərsiniz OOP dünyasında.
Mən sadə bir funksiya yazım, sonra elə bu formatın içine atacağım. Onun söz yok. Sadə funksiyada hər şey yoxlayaq, sonra gələrik bu metodikaya. Amma normalda dediyim kimi o PEP standart var. O belə qəbul etməz. Mən nə edəcəm? Mən sadəcə to sum yazacağım, bilə-bilə. Belə bir şey yazdım. Klasım yoxdur deyə self-ə ehtiyacım yoxdur. OP dünyası Python'da nədir bilirik və birbaşa hətta indi bu type hintingə ehtiyacım yoxdur. Yer qazanmaq istəməmişəm sizlərə video çəkəndə. Ona görə öz production və development layihələrimdə bütün hintingləri verirəm, amma video çəkərkən mən indi bu saat onları edə bilmərəm. Okey. Mən düşünürəm ki, belə olmalıdır mənim funksiyam. Mənə bir list çoxluğu gələcək nums olaraq və hədəf bildiriləcək. Məqsədim odur ki, mənə elə iki tam ədədlər olsun ki, onların cəmi mənim hədəfimi versin. Onları nəinki tapmaq, onların yerini müəyyən etməkdir məqsədim və beləliklə bu redaktorda yazım, addım-addım öyrənin, bilin, görün və sonra həqiqətən də alqoritmik işlərə qiymət verin. Beləliklə mən funksiyamda indidən bilirəm ki, məndə bir list olacaq, bir də ki, mənim hədəfim. Yəni, kommentin içində belə deyə bilərəm ki, bəx necə yazdıq? Hətta öz yazdığımız kimi deyək, 15, 11, 2 və 7 qoy belə olsun. Aydın məsələdir ki, hədəf də 9, düzdürmü? Getdik. Məqsəd budur. Nums bu olacaq. Target də bu. Mən funksiyaya çağıranda və ona görə də late koda bugünə kimi gəlmirdim. Çünki OP dünyası, funksiyonal dünya, type hinting, bu kimi şeyləri gözəl bilməyəndən sonra orada nə işimiz var, düzdürmü? Beləliklə çox maraqlıdır. Çox maraqlı məqam bilirsiniz nədir? Baxın, bundan qabaq mən göstərdim də, yaxşı pis bir misal göstərdim ki, mən şayət 9-dan 2 çıxsam, aldığım nəticə məndə listin içində olsa, o 2-nin yerini öyrənməli və hardasa sabahsı gün saxlamalıyam ki, düzdürmü, onu artıq nəticə olaraq verim. Amma mənə lazımdır ki, əslində yaxşı olar hər dəfəsində həm ədəd, həm də onun indeksi bir yerdə yığılsın. Bunu nə edər mənim üçün? Pythoncu bilir. Ən gözəl datalar, data strukturlar proqramlaşdırmada, əgər biz Python dünyasında deyiriksə, bu dictionary. Mənim üçün lüğətdir, dictionary ya da list. Amma bu həllimi, bu işimi gözəl həll edəcək dictionary'dir. Və mən nə edəcəm? Gəlin deyək ki, nums info deyim, belə bir şey yazım və deyim ki, hal-hazırda qoy boş və gələcəyinə açarda, indidən deyim, gələcəyinə açarda dayanacaq gəzdiyim rəqəmlər 11, 15, 2, 7. Soruşun məndən, niyə dictionary'e belə rahatlıqla keçə bildimi? Niyə mən dedim, mən dictionary'de qura bilərəm də bu işi. Mənə kömək eləyən bunların bayaqki dedikləri sözdür. Listə iştirak edəcək rəqəmlər 15, 11, 2, 7 və s. və axır. Onlar təkrar olunmayacaq. Bunlar, bu məqam bildirildisə, vəssalam, qorxmadan deyə bilərəm ki, bax bunlar, burada iştirak edən rəqəmlər, ədədlər, mənim indi bu saat nums info adında dictionary'nin açarı ola bilər. Nə mani olur? Onsuz da təkrar olunmayacaq ki. Dictionary'də bir problem var. Açar təkrar olunmamalıda. Amma mənə deyir də, bu rəqəmlər təkrar olunmayacaq. Baxın, ona görə qorxmadan bu işi görəm ha. Deyən burada dictionary dayana bilər. Bunların izahını verəm. Bunu hiss eləmək lazım ki, niyə dictionary? Mən tələbələrimə həmişə deyirəm, mənə səbəbini bildir ki, niyə dictionary götürdü, niyə list götürmədi? Mənə onun bildirməlidir. Deməlidir ki, ay müəllim, onsuz da mənə dedi də, dedi ki, burada iştirak edən ədədlər biri də təkrar olunmayacaq. Qorxmadan mən dictionary istifadə edəcəm, özü bu ədədləri açara atacaq. Təkrar olunmayacaq. Amma onların yerləşdiyi yeri indeks məlumatını dəyərə ata bilərəm. Əla, məhz budur izah. Gözəl. Amma bir dəqiqə. Məsələ ondadır ki, mən daha artıq keçmirəm də sizə. Burada nəyi öyrənin, nəyi bilin. Əgər burada hər hansı göstərdiyimdə axsaqlıq hiss etsəniz, bütün mənim istər shortslarda, çox böyük shortslar çəkmişəm mən Pythona dair, istərsə də
böyük mənim videolarım, video var yarım saatlı, video var 1 saat, neçə saat, neçə dəqiqə olur olsun, Python biliyi vaxtla ölçülmür. Mən özümün dəyərli vaxtını siz dəyərli insanlara çəkib hərcləyirəm ki, ta ki Azərbaycanda əla proqramçılar olsun. Burada nə görmədinsə, deməli mənim Kodiat kanalımda var deyə mən burada rahat danışıram və axtarın, tapın, baxın, getdik. Amma məsələn ondadır ki, mən listimi gəzəndə mənə lazımdır ki, həm onun yeri, həm də onun özü eyni anda əlimə düşsün. Buna dair enumerate var. Gəlin deyim ki, for birinci indeksi olacaq, ikinci də elə rəqəmin özü. Standartda I və num yaza bilərəm. In enumerate və elə ən yaxşı iş mən namsı ona verməyimdir. Düzdürmü? Və gəlin elə burada birbaşa print I və eyni zamanda num yazım. Tələsməyim. Aydın məsələ ki, funksiyaya gedib çağırmaq lazımdır. Nə yazırıq? Mən istəyirəm, indi bu saat onsa return yoxdur deyə, mən elə funksiyanın özünü rahat çağıra bilərəm. To sum və neyim sözü gedən elə bu array birbaşa verim. Nə olar ki, onu bura atım və eyni zamanda 9'u da bura atım. Bu qədər. Düzdürmü? Və çalışacağım run eləyim ki, görüm enumerate I və num dedim. Nə alacağım? Və run edirəm. 15 sıfırıncıdadır. 11 birinci indeksdədir. 2 ikinci indeksdədir və 7 üçüncü indeksdə. Ay nə gözəl. Əla. Deməli indeks əlimdədir və dəyər də əlimdədir. Davam edə bilərəm. Hazırsınsa, mən indi yazacağım. Həqiqətən də xoşunuza gələcək və səmimi olaraq deyim ki, Python'da data strukturları biləndə, dictionary nə üçündür və nələri bacarır biləndə, sən ideyalı, algoritmi onda qurursan, olur möhtəşəm. Sən demə, nəyə görə mənə dictionary lazımdır, indi göstərəcəm və sizin xoşunuza gələcək. Məsələ odur ki, mən enumerate vasitəsilə nə yaxşı gəzdiyim elementin həm də ünvanını, indeksini öyrənə bilirəm. Bunu mən bildim. Hətta bu informasiyanı, qoşa informasiyanı dictionary içinə ata biləcəm. Yəni, gəzdiyim element və ünvanı bu ikili bir informasiyanı bir yerə ata biləcəm. Gəlin sizə göstərim. Məsələn, deyim ki, nums info kvadrat mötərizə num, yəni gəzdiyim ədədi açara atıram, bərabərdir və indeksini də ona müvafiq olaraq qoşuram. Hətta nəticəni görə bilərəm və bu işi görməkdə heç çəkinməm. Niyə? Misalın özündə deyir ki, məsələdə mənim listə istifadə etdiyim hamısı unikaldır və açara ata biləcəyim deməli ədədlər deməkdir. Və hətta gəlin sizə print deyim ki, nums info. Baxın görüm ki, ümumiyyətlə, dövrü tamamlandırandan sonra nə əldə edirəm? 15'i gəzirəm, onun indeks əlimdədir. 11'i gəzirəm, gördüyünüz kimi 11 açardadır, dəyərdə isə onun yerləşim indeksi. 2'ni də görürəm, 7'ni də görürəm. Ay, nə gözəl, nə möhtəşəm. Amma deyim, sən demə, mən indi bu saat yazacağım nədirsə, bax, bunun üzərində qurulub. Bu çox maraqlı bir ideyadır. Məsələ nədir? Məsələ axı danışdıq, nə edəcəyik? Biz öz hədəfimizdən gəzdiyimiz ədədləri çıxacaq və çox maraqlı formada yoxlama edəcəyik. Gəlin elə yoxlama dedimsə, check adında bir dəyişən yaradım. Deyim ki, mən elə öz hədəfimdən maraqlandırdığım məni ədəddən çıxacağım hər dəfə gəzdiyim ədədləri. 15'dir, 11'dir, 2'dir, 7'dir, əla. Və məsələ ondadır ki, mən indi ən maraqlı işi görmək istəyirəm. Mən istəyirəm sizə göstərim ki, əgər biz nə danışdıq? Əgər mən hər dəfə öz hədəfimdən bu ədədləri çıxarkən, əgər bu nəticə açar olaraq varsa mənim nums infomda, o zaman bir anlıq sizə deyim ki, mənə göstər o həmin ədədi. Çox maraqlıdır. Belə bir şey edəcəm. Məsələ ondadır ki, siz bütün etapı görəsiniz deyə nums infonun elə dövrün içində etap-etap göstərirəm. İstəyirəm görəsiniz nə baş verir, səsləndirim, sizə də xoş olsun. Həqiqətən xoşunuza gələcək və run edirəm. Deməli getdik. Görün mən nə vaxt gəzdiyim elementi və onun yerləşimini yazıram ən sonda.
Ən sonda. Amma ondan qabaq həm çıxma əməliyyatımı görürəm, həm də yoxlamamı görürəm. Gəlin səsləndirim bu kodun iş prinsipini. Deyirəm getdik. Mənim hədəfim nədir? 9. Əla. 9 çıxaq 15. Hələ ki dictionary boşdur ha. İlk birinci buradan başlayalım. 9 çıxaq 15 neçə eləyir? -6. -6 varmı burada açar kimi? Mən özüm bilə-bilə birinci yoxlayıram, açar atıram. Çünki bu mənə ikinci rəqəmi müəyyən edərkən lazım olan bir strategiyadır. Baxın nə deyirəm. 9 çıxaq 15 neçə eləyir? -6. Varmı açar olaraq burada? Xeyr, onsa boşdur. Nə var ki burada? Tamam. Yoxdursa kimi gəzdim? 15'i. 15'i atacağım içinə və onun indeksində. Aha, ikinci addımdayım. 9 çıxaq 11. Neçə eləyir? -2. -2. Varmı açar olaraq burada? Xeyr, burada yoxdur açar olaraq. 15 var. Amma sözü gedən -2 burada yoxdur. Tamam. 11'i də yazıram ora öz ünvanı ilə gedirəm növbətiyə. 9 çıxaq 2. Varmı açar olaraq mənim lüğətimdə, dictionary'də? Baxıram. 9 çıxaq 2 7 eləyir. Xeyr, burada 15 var, 11 var, amma 2 hələ atılmayıb. Yoxlamadan sonra atacaq. Amma mən yoxlayarkən ondan qabaq ora atılma olmayıb. Bax bu strategiyadır. Bax bu strategiyadır. Varmı burada 9 çıxaq 2 eləyəm? 7 varmı? Yox. Yoxdur. Ha, tamam. Sonra düşürəm növbəti 7-ni gəzirəm. Yəni 2-ni gəzdim. 9 çıxaq 2 7. Varmı burada 7? Yox, yoxdur. Tamam. Onda mən ki 2-ni gəzmişdim, düzdürmü? Onda 2-ni atıram, bir də onun yerləşimini. Gedirəm, deyirəm 9, bu etapda deyirəm 9 çıxaq 7 neçə eləyir? 2. Varmı burada açar kimi? Hə, var. Nə gözəl. Deyən, nə gözəl. Mən onsa 7-ni gəzirəm, düzdürmü? Onsuz da istədiyim ədədi gəzəndə, axı onun i adında, ünvanını da biləm, düzdürmü? Onu da burada axtarmam. Amma deyirəm 9 çıxaq 7 neçə eləyir? 2. Bundan qabaq 2-ni atmışdım axı. Elə deyilmi? Onda onun indeksi nədir? Bir də onu mənə dinən də. Onun indeksi nədir? İndeksi 2-dir. Mən indi 7-ni gəzərkən i neçə idi? Bax o i-ni desəm və bundan qabaqki indeksi desəm bəsdir. Hətta sizlər üçün daha maraqlı olsun deyə mən bura bir dənə məsələn 3 yazım, biraz uzadım buranı. Məsələn 4-də yazım, unikal olsun, düzdürmü? Və bura məsələn yazım 9. Məncə çox böyük bir şey eləmədim. Əla. Yəni uzatdım da biraz. Və run edirəm. Bir fikir verin ki, nədir? Mən bir çıxıram, düzdürmü? Çox maraqlıdır, həddən ziyadə və fikir verin nəyə? Mən gəlirəm və burada soruşduğum məqam nədir? Deməli, bu hissədə, bax bu hissədə mən hələ 9-dayım. 9 çıxaq 9 neçə eləyir? 0. Varmı indeksdə 0 olan? İndeksdə, dəyərdə yox. Varmı indeksdə 0 olan? Yox, yoxdur. Tamam. Onda 9'u da atıram öz yeri ilə bərabər. O burada olacaqdır. Növbəti də gəzirəm. Deyirəm ki, indi 9 çıxaq 7. Axırıncı budur da. 9 çıxaq 7. Mən çox maraqlı bir şey eləyəm. 9 çıxaq 7 neçə eləyir? 2. 2 varmı burada? Var. Nə yaxşı. Yeri neçədir? 2'nin açar olaraq indeksi yeri neçədir? 4. Deməli cavab olacaq. Həmin bu 4. Axı mənə məsələ nə deyir? Bunların yeri, indeksi neçədir onu mənə ver. 4 və bir də ki 7 öyrənərkən mən onsuz da 7'nin bir də i adında indeksini elə bilirəm də. Onun üçün bir də dictionary'ə heç yönəlmirəm də. I və bir də ki 4. Əla. Hətta sizlər üçün bu 9'u buradan yığışdırıram və vergül 9 eləyəm. 7 qoy sonuncu olmasın. Bilə-bilə göstərirəm sizə və fikir verin ki, mən gəzirəm, öyrənirəm də, düzdürmü? Bu etapları keçirəm. Ən sonuncuda, düzdürmü? Elə bir burada soruşuram ki, 9 çıxaq, deyək ki, 2, neçə eləyir? 7. Varmı burada? Yoxdur. 2'ni əlavə edir, düzdürmü? Sonra burada soruşuram ki, 9 çıxaq 7, 2 varmı? Var. İndeksi 4'dür. Tez mən onu çap eləyirəm. Məsələn ondadır ki, əslində işim bitməlidir də buna nə ehtiyacım var? Bir də gedib 9'u niyə yoxlayayım?
Nə maraqlıdır, düzdürmü? Bax, burada iş bitməlidir. Ona görə də nə edirik? Bəli, return. Biz gedib deyirik ki, print num yox. Return, düzdürmü? Və bax, nə dedim? Dedim ki, əgər öyrəndimsə var, onda nums info check və bir də ki, 7-ni soruşarkən neçə idisə onu verməm bəsdir. Bu qədər. Bu arada mənim redaktorum mənə nə deyir? Birinci return var, bəs ikinci hanı? Ümumi bir də return var. Gəlin bunu bunun üçün yazım ki, o mənə işlədim. Return none deyə bilərəm məsələn. Və salam. Və indi bu saat run edirəm və hətta ehtiyacım yoxdur buna. Tamam. Özdə return edir deyə nə edəcəm? Tamamilə doğru. Gəlin sadəcə buradan 3'ü yığışdırım və burada print edəcəm deyə yer eləyim. Print və bunu bura atım. Əla. Mən hazır. Return isə demək print eləməliyəm. Düzdürmü? Və run edirəm. Evala 3-cü və 4-cü yerdə. Ay nə gözəl. 0, 1, 2, 3. Əla. İstəyirsiniz 7'ni gətirim qabağa. 15 bura yazım, 7'ni bura yazım. Yoxluyum da. Düzdürmü? Run edirəm. 0 və 3. Super. Hətta deyə bilərəm ki 6 və 3. Yadınızda orada 2 dənə də var idi. Gəlin baxaq. 0 və 1. Möhtəşəm işləyir. Nə maraqlı ideyadır. Həqiqətən də çox maraqlıdır. Dictionarylərlə gözdən işləyəndə lüğət nədir, nə üçündür biləndən sonra olur möhtəşəm. Və məsələn ondadır ki, belə bir şey yazdımsa artıq OP hissəsinə rahat təşkil edə bilərəm. Hətta buradan da ata bilərəm. Elə LeetCode'un özündə də. İstəyərəm nə edeyim? Birbaşa klass dünyasında bu işi bir yoxlayayım, sonra artıq ora ataram. Məsələn, hətta çox dəyişiklik heç orada eləməyim. Birbaşa deyim ki, məsələn, burada, sonra orada ataram bu hissəni. Birincisi, gəlin belə deyək. Deyim ki, class solution, belə bir şey deyəcəm. Aydın məsələ ki, bunu içəriyə atmalıyam. Bu qədər. Və ilk birinci gələn self olmalıdır. Bu qədər. Və nə edəcəm? Mən bir obyekt yaratmalıyam. Bu qədər informasiyanı boşuna öyrənməmişəm ki, OOP dünyasından. Düzdürmü? Gəlin deyək ki, burada yazıram ki, SL bərabərdir solution. Düzdürmü? Belə bir şey yazıram. Və eyni zamanda gedib deyərəm ki, SL nöqtə. Belə bir şey yazsam, nəticə alaram mı? Qeyri-adi bir şeydir. Sadəcə yoxlayıram və run edirəm. 0 və 1. Əla. Əla. Özərimizdə burada nə idi? 11, 15, 2 və 7. Belə bir şey də vermək istəyərəm və run edim. 2, 3. Möhtəşəm. Özərimizdə əla da işləyir və bu arada həmin bu hissəni əslində bunu götürməyəcəm. İçi nə varsa götürürəm, kopyalayıram və öz LeetCode hissəmə atacağım. Görüm orada test nə nəticə verəcək. Beləliklə sonda bizə nə qalır? Test. Həqiqətən də kodumuzu test eləməliyik və LeetCode necə işləyir, nə deyil, bunu bilmək lazım. Amma test üçün də qeydiyyatdan keçmək LeetCode-da mütləqdir. Atıram onu bura və getdi. Bu arada mənə təklif eləyir ki, hər yeri tanım, mən artıq tanıyıram və run edirəm. Səhv olsa biləcək, olmasa ən azı 3 etapdan keçməliyik. Keçdik. Bu ilkin 3 yoxlamadır. Case 1, 2, 7, 11, 15, hətta bunu yoxlamışdıq. 3 dənəsindən də keçdik. Burada 3, 3'dür, məndə isə 6, 3 idi, ya 3, 6 idi. Onu da mı yoxladım, onu da keçdik. Gözəl. Hədəfimiz 6'dır və bu işlədi. Qaldı submit eləməyə və submit nədən narazıdırsa, biz onu düzəldə də bilərik. Gəlin yoxlayaq. Run edək və tamam, əla. 0 milisaniyə 100%. Razı qalıb, nə gözəl. Memory 19. Yəqin ki, sətirlər çoxluğu var hətta. Bəlkə də mən buradan return-dan yığışdırsam, bu da kilobaytda, baxma, məsələn. Və yenə submit-ə vursam, 19-10 dəyişərmi? Mənə sadəcə özümə maraqlıdır.
test üçün. Qardaş tanıyıram da buraları. Və vurdummu? Gəlin baxaq görək ki, sadəcə qəbul edəcəkmi və azalacaqmı? Tamam. Memory'də dediyim kimi qızıldı kompüter üçün. Tamam. Bütün lazımsız sətirlərdən azad olsam daha da az edirəm. Amma möhtəşəm. Kodumuz keçdi. Bax, ən bəsit bildiyimiz məsələ belə daxilində həm ideya olaraq, həm də proqramlaşdırma olaraq data strukturları da gözə biləndə həqiqətən də möhtəşəm olur ki, bir məsələ sadə görünsə də daxilində alqoritmik işlər heç də sadə deyil. Gördüğünüz gibi Koziyaz kanalında gözlənilən algoritm və data strukturlar mövzusu başladı LeetCode üzərindən və bugünkü sadə görünən bir məsələnin sən deməsinin arxası çox maraqlı algoritmik həlli və eyni zamanda data strukturu olaraq icrası var idi Python proqramlaşdırma dilində və bundan sonraki videolarda çox maraqlı olacaq. Başqa alqoritmik məsələlərə yönələcək. Ona görə də Koziyaz kanalına abunə oluruq, hər kəsi dəvət edirik və like paylaşımı unutmuruq. Sağ olun, sağ salamat.